Salam dəyərli yoldaşlar, hər birinizi salamlayıram. Bu gün də sizlər üçün maraqlı bir video ilə gəlmişəm. Bugünkü mövzumuzda biz avtomatik filtrin yaradılmasını öyrənmiş olacağıq. Keçən mövzumuzun izahına. Belə bir cədvəlimiz var, satış cədvəlimiz var. Biz bu satış cədvəlinə indi avtomatik filtr verəcəyik ki, istəyimə uyğun cədvəli filtr edilmiş olsun. İlk növbədə nə edirik? Cədvəlimizin başlıq hissəsini biz kopyalayıb, yuxarıda hər hansı bir hissəyə copy-paste edirik. Copy-paste etdikdən sonra gəlirəm yuxarı menulardan developer hissəsinə klik edirəm və burada record makro var. Mən record makro hissəsinə gəlib klik etdikdən sonra belə bir pəncərə açılır. Açan bu pəncərədə makro 2 hissəsini mən seçib dəyişib edirəm filtr və OK düyməsini klik edirəm. Klik etdikdən sonra sol hissədə baxsam görəcəm ki, burada ready yazıbdır və məlumatlar yazılır artıq. Bunu etdikdən sonra gəlirəm yuxarıda data menyusundan advanced filtr hissəsini seçirəm. Bunu seçdikdən sonra açılan pəncərədə görürəm ki, burada məlumatlar yazıldı. Bu nə deməkdir? Yəni mənim cədvəlimi avtomatik seçir artıq. Növbəti kriteriya range hissəsində isə mən gəlirəm yuxarıda bu adlıq səki var. Bax, onu və aşağısındakı sətirləri mən seçirəm və OK düyməsini klik edirəm. Bunu etdikdən sonra gəlirəm bu aşağıda read hissəsini mən makrosumun qeydiyyatını dayandırıram. Dayandırdıqdan sonra gəlirəm yuxarı yenidən developer menüsuna. Burada insert alt menüsünü seçirəm. Açan from control pəncərəsindən bu button əmrini seçirəm. Və burada bunun üçün bir yer yaratmış oluram, filtr yerini. Və bu pəncərədə də mən yaratdığım filtri seçib, yəni oxuduram ona, OK düyməsini klik edirəm. Bu artıq yarandı mənim buttonum. Bu button adını dəyişib filtr edəcəm, daha rahat olsun. Dəyişirəm, edirəm filtr. Artıq hazırdır. İndi mən bura istəyirəm ki, bu cədvəlimdə yalnız mənim üçün mebel, kateqoriyası mebel olan məlumatları göstərmiş olsun. Bunun üçün nə edirəm? Sadəcə kateqoriya hissəsinə gəlib, mebel yazıb, filtr klik edirəm və baxın, cədvəlimdə artıq mənim üçün mebel olan məlumatları göstərmiş olacaqdır. Tutarım ki, deyirəm mebel hissəsində miqdarı 7 olanları göstərsin mənə. Bura gəlib 7-ni yazıb filtr klik etdiyim zaman cədvəlimdə artıq mənim üçün dəyişmiş olacaq. Yəni mebel kateqoriyası miqdarı 7 olanları mənim üçün göstərmiş olacaq. Bu qədər yoldaşlar, ümid edirəm sizlər üçün faydalı olar. Videonu bəyənməyi və şərh yazmağı unutmayın. Diqqətiniz üçün təşəkkürlər.